İzləyicimiz bizimlə bir narahatlığını paylaşıb. Xanım hamilədir, HPV-16 pozitivdir və doğuşa az qalıb. Təbii ki, burada ananın narahatlığını anlamaq olar, başa düşüləndir. Papilloma virusu ilk olaraq bunu bildirim ki, döl üçün və hamiləliyin gedişi üçün bir problem yaradan virus deyildir. Papilloma virusunun aşağı onkogen tipləri var ki, 6-cı 11-ci tiplər. Bu virusla zədələnmədə genital bölgədə ziyillər olur və bu döl üçün daha yoluxma baxımından təhlükə yaradır. Papilloma virusunun 16-cı tipi isə döl üçün daha az təhlükəsizdir və təbii doğuş mümkündür. Bu virus əslində ana üçün daha problem yaradan virusdur və belə olan halda ana nə etməlidir? Hamiləlikdən azad olduqdan 6-8 həftə sonra təbii ki, müayinələrini davam etdirməlidir. Paptis və kolposkopiya müayinəsi olunmalıdır. Bu müayinələrdə bir problem aşkarlanarsa, bu halda mütləq problemin həllinə yönəlik müalicələr almalıdır və yaşı da 45-ə qədərdirsə, peyvəndin vurulması belə halda məsləhətlidir. Əgər heç bir problem aşkarlanmırsa, yəni papilloma virusu 16-nın pozitivliyindən başqa xanımda heç bir patologiya yoxdursa, paptis təmizdirsə və kolposkopiyada bir patologiya aşkarlanmırsa, yəni bu virusa görə narahat olmağa dəyməz. Dinamik nəzarətdə qalır xanım və bununla da heç bir problem olmur.